xalqımızın, yurdumuzun başına çox bəlalar gəldi. Çox igidlərimiz şəhid oldular. Amma buna baxmayaraq dimdik ayaqdayıq. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq. Torpaq müqəddəsdir. Torpağı qorumaq üçün 2 şərt vacibdir. Birincisi odur ki, torpağı əkib becərmək lazımdır. İkincisi odur ki, torpağı yağlardan qorumaq lazımdır. Əgər torpağı əkib becərmədinsə, onu qorumağına dəyməz. Torpağı qoruya bilmədinsə, onu əkib becərməyə dəyməz. Gəl oğul, qalx uca dağın başına 3 ton qal qala. 1 ton qal qalayanda elimiz şənliyə toplanır. 2 ton qal qalayanda yağı düşməndən qorunmağa çağırılır. 3 ton qal görəndə hamı cütlə, xışla gəlsinlər ki, torpağı əkib becərmək lazımdır. İşimiz avant, torpağımız bərəkətli olsun. Çağlayıb axan sularımız qurumasın. Uca dağın tonqalları həmişə yanar dursun.